Başqa bir müjdə də bundan ibarətdir ki, onları, yəni namaz qılıb səcdə edənləri qiyamət günü insanların hesab verdiyi zaman cəhənnəm əzabı ilə qorxutmayacaq. Allah Teala namaz qılanlara və namaz əsnasında ki, təbii ki, səcdə olunur. Namaz qılıb səcdə edən, səcdəyə qapanan şəxslərə iki mühüm məsələni söz verir, vəd verir. Peyğəmbər bu müjdəni bizə çatdırır ki, birincisi əzaba düçar eləməyəcək qiyamət günü və qiyamət günü onları cəhənnəm əzabı ilə qorxutmayacaq. Hamı cəhənnəm əzabı ilə qorxudulduğu halda namaz qılanlar, səcdəyə qapananlar o qorxudan amanda qalacaqlar. Sonra Peyğəmbərimiz sallallahu aleyhi və səlləm səxavət məsələsinə başlayır toxunmağa ki, bu ayda olunan səxavətin hansı nəticələri ola bilər? Buyurur, ey cəmaat, hər kəs bu ayda oruc tutan bir möminə iftar verərsə, iftar sürəsi açarsa, Tanrı dərgahında bir qulu azad etmək qədər dəyəri olar və savabı olar. Bir qul azad etmək balaca bir şey deyil, çox böyük bir pulun hesabına başa gəlirdi. O vaxtlar qul alırdılar, azad edirdilər və onun qiyməti heç də ucuz deyildi. Yəni imkanlı şəxslərin buna gücü çatır ki, qul azad eləsin, onu azad həyata buraxsın. Keçən dəfə də buna işarə edir ki, amnistiyanın təşkil olunması Allah dərgahında həqiqətən böyük bir əməldir. İndi kimlərin ki, imkanı, fürsəti, istər maddi, istər vəzifə fürsəti var, amnistiyaya səbəb vasitəçilik eləyə bilirlərsə, onların həqiqətən Allah dərgahında böyük fürsətlə, böyük savabları, mükafatları var. Çünki qul azadlığa çıxdığı kimi, məhbus da azadlığa çıxanda sanki qulla eyni xarakterə malik olmuş olur, yenidən həyat tapmış olur. Və buna vasitəçilik eləyən şəxsin böyük savabı var. İndi tutalım birinin bura imkanı çatmırsa, Peyğəmbərimiz salavatullah yol göstərir. Bir möminə, bircə möminə süfrə açmaq. Bir möminə süfrə açarsansa, bir qul azad eləmirsən. Neçə möminə süfrə açarsansa, bir o qədər sayda qul azad eləmiş sayılırsan. Görün, nə qədər asanlaşdırır Allah Teala. Və buyurur ki, bununla bitmir. Bir nəfər möminə süfrə açmağın, iftar süfrəsi vermək bununla bitmir. Həm qul azad etməyə bərabərdir, həm də bu iş onun üçün keçmiş günahlarının bağışlanmasına səbəb olur. Həm qul azad etməyin savabını qazanırsan, o süfründə oturan insanların sayı miqdarında qullar azad etmiş sayılırsan və eyni zamanda keçmiş günahlarının bağışlanmasına səbəb olursan. Deyir, bunu deyəndən sonra bir nəfər qalxdı ayağa, soruşdu ki, ya Rəsulallah,